Aylardır efirlərdən uzaqda qalan aparıcı Elgiz Əkbər yeni işə başlayıb. Olayın məlumatına görə Elgiz paytaxt restoranlarının biri ilə razılaşıb. Elgiz Əkbər məkanların birində şou proqramlarda aparıcılıq eləyir. Aparıcı Xoşqədəm Baxşəliyeva övladları ilə birlikdə istirahətə yollanıb. Aparıcı bu dəfə dincəlmək üçün Ordubadı seçib. Xoşqədəm sosial şəbəkə hesabında övladları ilə çəkilən fotolarını izləyiciləri ilə bölüşüb. Paylaşımlarına duyğusal qeydlər də əlavə edən aparıcı hər yar bir iz, hər iz bir hekayədir. Həyat isə həmin hekayələrin toplamı sözlərini yazıb. Digər paylaşımda isə övladlarına sevgisini ifadə edərək sizin bir təbəssümünüz bütün yorğunluğumu unutdurur, bir qucaqlamanız dünyanı mənə daha gözəl göstərir sözlərini qeyd edib.